Mənim özümə məxsus düşünə bilən auditoriyam var. Beynimə düşmüşkən, yadıma düşmüşkən Buddadan bu əhvalatı danışım. Budda təlim keçdiyi yerdə bir nəfər gəlir, yaxınlaşır. Deyir ki, sən əclaf adamsan, pis adamsan, söyür, təhqir eləyir, mundar. Budda emosional hal almadan, vəziyyət almadan başını qaldırır. Deyir ki, mən sizin üçün başqa nə edə bilərəm? Bu adam gözləyirdi ki, tələbələrinin filan yanında Budda utanar, çəkinər, həyəcanlanar, cavab qaytarar. Budda ona heç nə cavab qaytarmır. Üstündən 3-5 gün keçir, bu adam görür ki, Budda buna reaksiya vermədi. Heç bir reaksiya vermədi. Yenə gəlir Budda təlim keçdiyi yerə. Deyir ki, Budda, sən çox gözəl insansan, mən səninlə fəxr eləyirəm, mən səni bu qədər söydüm, təhqir elədim, sən mənə reaksiya vermədin. Halal olsun sənə filan bəsməkan. Budda yenə halına təfavüt eləmədən başını qaldırır. Deyir ki, mən sizin üçün başqa nə edə bilərəm? Bu adam əlbət ki, bundan daha da şoka düşür, daha da hiddətlənir. Deyir ki, bu necə olur axı, mən bunu pis nalayıq təhqir edirəm, söyürəm, reaksiya vermir. Tərifləyirəm, yenə reaksiya vermir. Gəlir, diz çökür Buddanın qarşısında. Deyir ki, sənə qurban olum, başıma dönüm. Mənim ürəyim partladı, mən səni bu qədər söydüm, təhqir elədim. Sən mənə heç nə reaksiya vermədin. 3 gündən sonra, 5 gündən sonra gəldim, təriflədim. Yenə sən mənə heç nə reaksiya vermədin. Öldürsən belə bu sirri mənə aç. Budda cəmi bir ifadə işlədir. Deyir, mən sənin qulun deyiləm. Mən sənin qulun deyiləm ki, sən mənim emosiyalarımla və yaxud da emosional vəziyyətimlə məni idarə eləyə biləsən. Bu qədər.